Hər vaxtınız xeyirli olsun. Xırdalanda dayanacağa yaxın, bax belə bir 2 mərtəbəli şəxsi həyət evi satışdadır. Ev göründüyü kimi 2 mərtəbəlidir, 4 otaqdan ibarətdir. İpotekaya tam yararlıdır. Evin də torpağında sənədləri var və bir də onu qeyd edim ki, ev tam əşyalı vəziyyətdə satılır. Evin üst görünüşü bax göründüyü kimi kondisioneri, pəncərələr dəmir barmaqla vurulubdur. Yəni yaşayışlı bir evdir. Sadəcə olaraq pula bir ehtiyac var. Ona görə təcili olaraq bu evi tam əşyalı vəziyyətdə satır. Evin üst görünüşünə tanış olduq. Bax burada kombisi, belə bir kombisi. Həyətinə də bir maşın rahatlıqla yerləşir və yaxınlıqda da ətraf hamısı yaşayış evləridir. Evə daxil olduqda belə bir dəhlizi, ikinci mərtəbəyə qalxmaq üçün pilləkəni, sol tərəfdə belə bir zal otağı yerləşir və göründüyü kimi əşyalara da diqqət yetirin ki, bax bu əşyaların hər biri divan, kreslo, televizor, kondisioner. Yəni evdə görünən əşyaların hər biri qalır. Saxlamaq şərti ilə evin də torpağında sənədləri var, onu da qeyd edin və ipoteka ilə də bir daha qeyd edim ki, ev almaq istəyənlər asanlıqla bu evi əldə edə bilərlər. Pilləkən altında belə bir qardırop var ki, müəyyən əşyalar göründüyü kimi yerləşdirmək mümkündür. Burada belə bir geniş mətbəx divanı, stolu, göründüyü kimi xaladenikdir, yəni soyuducu, paltar yuyan maşın, yəni hər bir şey bu evdə qalacaqdır. Və burada isə birinci mərtəbəyə yerləşən hamam otağı. Birinci mərtəbə ilə tanış olduq, indi isə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə 3 yataq otağı yerləşir. Belə göründüyü kimi 3 yataq otağı. Bax burada ilk öncə yataq otağını göstərim ki, bax burada belə bir yataq otağı, kravatı, bax şifoneri. Yəni bunlar əşyaları, məqsədim yəni onları göstərməkdir ki, yəni videoya baxanda olsa bu əşyalarla da tanış ola biləsiniz, görə biləsiniz bunları. Buradan balkona çıxışı var. Burada ikinci bir yataq otağı. Bura isə üçüncü bir yataq otağı. Və sonuncu göstərəcəyim yer isə ikinci mərtəbədə yerləşən hamam otağıdır ki, göründüyü kimi ətraf kafedir. Evin başlanğıc qiyməti 120 min manat deyilir. 120 min manat və real alıcıya indirim olunacaqdır. Bir daha qeyd edim ki, ev yəni bax belə əşyalı vəziyyətdə satılır.